Nərgiz Nəcəfin 250 sınaq toplusundan passive voice məchun növə aid test nümunələrinə gəlin baxaq. Deməli, birinci sualda baxarıq. He shut down the windows before the storm. İlk növbədə bilmək lazımdır ki, məlum növdə mübtəda nədirsə, həmin mübtəda ilə məchun növdəki cümlə başlaya bilməz. Yəni, he-nin özündən başlada bilmərik. D variantını ilə atırıq. Sonra nəyə fikir verməliyik? Ümumiyyətlə, passive voice işləyərkən biz müəyyənləşdirməliyik cümlənin tamamlığını. Tamamlıq da cümlənin xəbərindən sonra gəlir. Yəni, feildən sonra gələn cümlə üzvü tamamlıqdır. Deməli, the windows bizim olacaq mübtədamız, yəni məchun növün mübtədası. Sonra zamana fikir veririk. Shut down-a baxırıq. İndi burada kiçik bir detal var ki, şəxsimiz üçüncü şəxsin təkindədir və əgər indiki sadə zamanda olsaydı feil, yanında nə olmalıydı? S olmalıydı. S olmadığı üçün deməli bu shut amorf feillərdəndir də. Keçmiş forması da, üçüncü forması eyni qalanlardan. Yəni shut, 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 put, 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 cut, cut, cut bu gəlibdən olan feillərdəndir. Deməli zamanımız keçmiş zamandadır. Eyni zamanda biz tamamlığın kəmiyyətinə də fikir verməliyik. Windows cəmdə olduğu üçün və zamanımız keçmiş zaman olduğu üçün deməli biz nəyə baxmalıyıq cümlədə? Ya was axtaracağıq, ya da were axtaracağıq. İndi təbii olaraq burada Windows cəmdə olduğu üçün were axtarmalıyıq. Were olmayan cavabları açsaq, deməli bizə burada nə qalır? The Windows fikir verməliyik ki, to be formaları ilə been işlənməz məchun növdə. Yəni been bitmiş zamanın məchunu düzəldir. Deməli B variantı gedəcək, C variantı gedəcək, D variantı gedəcək. Başqa qalır burada A variantına baxaq. The windows were shut down before the storm. Aha, elə variantı doğru olacaq. Y variantının səhvi hardadır desək, bilməliyik ki, cümlənin mübtədası, yəni məlum növün cümlənin mübtədası məchun növdə by ilə bağlanmalıdır ki, bu tərəfindən mənasını versin də, elə deyilmi? İndi by olmasa bunu götürməyəcək. Çünki ancaq by ilə bağlanmalıdır ki, məna düzgün gəlsin. Y variantı ona görə yanlış olacaq. Daha sonra baxaq ikinci suala. The cat was chasing the mouse. Aha, zamana fikir veririk ki, hansı zamandadır? Keçmiş davam edici zamanda cümləmizin tamamlığını müəyyənləşdiririk. The mouse-la başlayacaq bütün cümlələri gördüyümüz kimi və məchun növün düsturunu bilməliyik ki, davam edici zamanda necə olacaq. Deməli, to be-nin formaları zamana uyğun olaraq am, is, are, was, were plus ing artırılacaq be felinə, being plus participle to'muz yerində qalacaq. İndi burada was olduğu üçün elə mən was'un özündən istifadə edəcəm. Ya was'dan, ya da were-dən. The mouse təhdə olduğu üçün necə olacaq? Mənə lazımdır. The mouse was being chased by the cat. Ən doğru struktur C variantında özünü göstərir. Yəni, digərləri ümumiyyətlə zamana uyğun olaraq, məsələn, düzgün deyil. Həmçinin was-la been işlənib olmaz. Daha sonra was chase keçmiş sadə zamanda, mənə keçmiş davam edici zaman lazımdır. Bu formada seçirik testlərdə. Üçüncü suala baxaq. They will inform you immediately. Aha, zamanımız yenə baxırıq nədir? Gələcək zamandadır. Xəbərimiz inform, tamamlığımız deməli you'dur. Z-in özündən başlamaz dedik cümləmiz. B variantını atırıq. You-nu gəlin burada bir nümunə kimi özümüz yazaq. You qoyduq cümlənin əvvəlinə. Yəni, məchun növün tamamlığı oldu. Yəni, belə bilmək lazımdır ki, məlum növün belə deyək, tamamlığı, daha doğrusu, məchun növün mübtədası olur. You-nu qoyduq cümlənin mübtədasının yerinə. Zamanımız hansı zamandadır? Will. Will-i də elə bura artırırıq. Gələcək zamanı məchulu shall, will, be plus participle to ilə düzələcək. B-ni də bura artırırıq, düsturu yerinə qoyuruq. Inform da qaydalı feil olduğu üçün participle to forması da elə özü ilə düzələcək. Yəni, id ilə əlavə etməklə düzəldəcək. You will be informed olmalıdır. Burada hansı variantda var? Deməli, Y variantında var. D variantının səhvi oradadır ki, yəni by-sız burada deməli, məlum növün mübtədası by olmadan bağlandığı üçün cümlənin mənasını təsir edir. Yəni, düzgün tərcümə olunmur. Belə tərcümə olunur ki, sən məlumatlandırılacaqsan, onlar dərhal. Onlar tərəfindən, yəni by olmalıdır ki, biz bunu doğru götürək. D variantını buna görə götürməyəcək. Elə cavabımız olur Y variantı. Daha sonra baxaq. Dördüncü sualda. Children are welcoming the guests. Yenə baxırıq cümləmizin tamamlığına, yəni xəbərdən sonra the guests. Children özündən başlayıb cümlə yox. Başlayan cümlə yoxdur. The guests-i qoyacaq cümlənin əvvəlinə və davam edici zamanı düsturu bayaq burada qeyd etdik necə düzəlmişdi? To be-nin formaları plus being plus participle to. To be-nin forması da indi hansı formasıdır? İndiki sadə, yəni indiki formasıdırsa, deməli indiki formasının özünə istifadə edəcəyik davam edici zamanda da. Yəni the guests are being welcomed olmalıdır. Yəni struktur bu formada olmalıdır. O da elə variantını özünü göstərir. The guests are being welcomed by the children. By-sız olsaydı, məsələn, bunu düz götürməzdik. Zamana da uyğun olaraq bağlacını da, yəni düzgün seçməklə testi həll edə bilirik. 5-ci sualda baxırıq. Deməli, passive voice olan cümlələrin özünü bizdən istəyir.
Baxırıq. The Mona Lisa was painted by Leonardo da Vinci. Aha, burada heç bir problem yoxdur. Passive voice-in düsturunu burada görürük. To be-nin forması plus participle-dur. Bir də var. 2-də yadımızda saxlamalıyıq ki, there is, there are, is there, are there, there was, there were tipli cümlələrlə əgər cümlə başlayarsa, burada məhsulluq yoxdur. Heç bunu tərcümə eləməyə, axıra qədər oxumağa da ehtiyac yoxdur. Yəni bu bir qaydadır. Əgər cümlənin sonunda, burada qeyd edirəm, sonunda sifət gələrsə, sonunda müstəqil yəli əvəzliyi gələrsə və cümlə there is, there are tipli belə deyək, ifadələrlə başlayarsa, bunlar məhsul növdə hesab olunmayacaq. Ona görə 2 olan variantları açsaq, cavab ya 1-3 ya 1-4 qalacaq. 3-cü varianta baxaq. Many electronic goods are made in Japan. Aha, are made burada görürük. 3 deməli doğrudur. 4-də nə var? Are electronic goods made in Japan fast? Aha, burada da cümlənin sonunda sifət gəlib, ona görə 4-ü seçməyəcəyik. Cavabımız el olacaq 1 və 3. 6-cı sualda she found that someone had stolen her money. Aha. Deməli, bura qədər gətiririk. She found out that. Yəni, bura qədər bu ayrı bir məsələdir. Yəni, bunu burada qeyd edirik. Buradan bir işimiz yoxdur. Əsas məsələ buradan sonradır. İndi someone had stolen her money. Had stolen cümlənin xəbəridir. Tamamlığımız xəbərdən sonra gəldiyi üçün her money-ni əvvəl atacaq. Gördüyümüz kimi bu cümlələrdə deməli D-ni atırıq. Someone-la başlamaz. Her money-ni qoyduq əvvələ. Sonra zamanımız hansı zamandadır? Had stolen. Bitmiş zamanda da dedik məhsul necə düzəlməlidir? Buradan qoy qeyd edək. Have, has, indiki bitmiş, keçmiş bitmiş olsa had, plus bura artırıq bir dənə been, plus participle-unu da saxlayırıq. Yəni bir dənə been olmaqla düzələcək. Olacaq necə? Her money had been stolen. Yəni C variantındakı struktur. Bu doğru olacaq. 7-ci sualdan they have already packed the suitcases. Aha. Zamanımız have packed. İndiki bitmiş zamandadır. Tamamlığı o dəqiqə müəyyənləşdirir ki, the suitcases-i əvvələ atmalıyıq. Z-in özündən başlayanı buradan indidən çıxaq. Z suitcases cümlənin əvvəlində olacaq və zamanımız indiki zamana aid olduğu üçün indiki bitmiş zaman. Keçmiş bitmişi hədə tulluyuram və yaxud keçmiş sadə were tulluyuram. Y ilə B arasında qalsaq necə olacaq? Deməli, the suitcases have already been packed. Yəni been burada məhsul növdə mütləq olmalıdır. B variantına görürük ki, been yoxdur. Ona görə yəni məhsulluq yoxdur bu cümlədə. 8-ci sualda a policeman stopped George yesterday. Aha. Zamanımız keçmiş sadə zamanda tamamlığı o dəqiqə müəyyənləşdiririk. George-la başlayacaq cümlələrimiz. C variantını atırıq. Keçmiş sadə zaman olduğu üçün George da təkdə olduğu üçün was axtarmalıyıq. George was stopped by a policeman. B variantımız ən doğru variant olacaq. 9-cu sualda baxaq. My friend gave me a book last Sunday. Aha, bu tip suallarda, ümumiyyətlə bu tip cümlələrdə 2 dənə tamamlıq olur cümlədə. Bir deyirəm ki, mənim dostum mənə kitab verdi. Bir də deyirəm kitab mənə verildi. 2 dənə tamamlıq var. Yəni istənilən birini çevirə bilərik. Düzgün struktura əsasən. My friend-in özündən başlayanı gəlin ilə indidən silək. Deməli, zamanımız hansı zamandadır? Gave. Keçmiş zaman olduğu üçün görək zamanlara uyğun olmayan variantları da ataq. A variantı indiki zamanda ataq. Y variantının gələcək var atdıq. Aha, deməli burada tamamlığımız olacaq nə? Me və bunu biz məhsul növbə çevirəndə olmalıdır I. Yəni mənə verildi. I was given a book. Yəni C variantı burada düz olacaq. B heç baxmağa ehtiyac yoxdur. Çünki demişik to be formalarına bin işlənməz. C variantına görürük ki I was given a book by my friend last Sunday. Ən doğru struktur budur. Yəni C variantı düzgün cavabdır. 10-cu sualda passive voice olan cümlələri soruşur yenə bizə. Instructions will be given by the director. Aha, will be given-ı burada görürük. Məhsul növünün düsturudur. Sonra 2-də ilə cümlənin axırına baxırıq. Sifət gəldiyi üçün dedik ki, cümlənin sonunda sifət və müstəqil yəli əvəzlikləri gələrsə, bunlar məhsul deyil. 2 olanları tulluyaq. 3-ə baxaq. Zera ilə başlayıb. Qaydada da yenə dedik ki, there is, there are, is there, are there tipli olarsa, bu da məhsul deyil. Elə bir dənə qalır burada cavab nə? 1-dən 4. A lot of coffee is grown. Məhsul növünün hissəsidir. 11-ci sualda the police didn't find the robber last week. Aha. Baxırıq nəyə? Polislə olan gəlin elə ataq yenə. The robber hanı bizim cümləmizin tamamlığıdır. Yəni feildən, xəbərdən sonra gəlir, bu tamamlıqdır. Tamamlıqla başlamalıyıq. Və cümlədə ya didn't görürüksə, biz nə axtaracağıq? Was were axtaracağıq təbii olaraq. Is olanı tulluyuram, has olanı tulluyuram. Was da ikisində də və was-da dedik B variantında bin işlənməz. Elə bir dənə cavabımız qalır D variantı. The robber wasn't found last week. Məsələn, burada bir dənə də artıra bilərdik ki, by the policeman, məsələn. Bunu da yaza bilərdim. D variantı düzgündür. 12-də they will stop the search because of the storm. Aha. Will stop cümlənin xəbəridir. The search tamamlığıdır. Search-ı atacaq cümlənin əvvəlinə. Y variantı burada Z-in özünə başladığı üçün indidən ataq onu da. The search-ı qoyduq cümlənin əvvəlinə və gələcək zaman olduğu üçün will-in özünü axtarmalıyıq. Will be
Yəni burada görməliyik fiili. Məsələn, burada B-si yoxdur. B variantını atırıq. Has indiki bitmiş lazım deyil. Burada keçmişə nəzərən gələcək də lazım deyil. Elə A variantı bizim doğru cavabımız olacaq. 13-dən when did he buy a new bicycle? Aha, bu tip sual ümumiyyətlə cümlələrdə sual cümləsini bizə verir və onu məhdula çevirməyi bizdən istəyir. Və yəni burada saxlayırıq və bir işimiz yoxdur. Və didlə əgər sual görürüksə, didlə görürsə biz cümlədə axtaracağıq nə? Was. Əgər do ilə dazla görsəydik, to be-nin indiki zaman formaları əmizar axtarmalıydıq. Yox, did varsa deməli ya was ya da were axtarmalıyıq. İndi deyir ki, when did he buy a new bicycle? O nə vaxt yeni velosiped aldı? İndi yeni velosiped nə vaxt alındı? Bunu seçməliyik biz, bu formada yazmalıyıq. Deməli, did varsa, baxacaq was olanlara. Demək olar ki, hamısında was-dur, D variantından başqa. İzi tulluyuram və məchul növün sualında yadınızda saxlamalısınız ki, to be-nin formaları şəxsdən əvvələ keçir. Yəni, was əvvəldə olmalıdır. Bax, bu 3 dənəsində olduğu kimi. Ona görə D variantında atacağıq. Sonra, nə alındı deyirəm? Velosiped cümlənin tamamlığı bicycle olduğu üçün was-dan sonra bicycle verirəm. When was a new bicycle olacaq bought. Nə vaxt alındı? Bu struktur hansı variantdadır? When was a new bicycle deməli hardadır? When was a new bicycle bought. Ya variantında var. Məsələn, A variantını niyə seçmədik? B-in olduğu üçün bu bizə lazım deyil. Sonra B variantında he-ni tamamlıq yerinə qoyub, yəni mübtəda yerinə qoyub yenidən olmaz. Elə cavabımız Y variantı olacaq. Sadəcə to be-nin formasını əvvələ keçiririk. Participle'unu da bu hissədə saxlayırıq. Yəni bir-birindən ayrılmalıdır to be-nin forması ilə participle sual cümləsində. Ortaya mütləq tamamlıq, yəni məchul növü mübtədası girməlidir. 14-cü sualda who has cleaned the windows? Aha, bu tip suallarda da, bu tip testlərdə də sualı verir, cavabı bizə məchul növdə istəyir. Burada da yenə baxmalıyıq, verilən sualın zamanına. Has cleaned indiki bitmiş zamanda olduğu üçün, deməli cavabda da elə have has axtarmalıyıq. Və tamamlığımızın kəmiyyəti cəm olduğu üçün burada has yox, have axtarmalıyıq. A variantında had keçmiş lazım deyil, C variantında keçmiş lazım deyil, D variantı indiki sayda lazım deyil və başqa nə qaldı burada? Windows'a görə have axtarmalıyıq, has bizə lazım deyil, yəni my sistənin özündən başlamırıq. Cavabımız elə qalır nə? B variantı. The windows have been cleaned by my sister. Yəni, bacım tərəfindən pəncərələr təmizlənib. Məchul növdə, deməli, bitmiş zamanda necə qeyd etdik? Have, has, plus participle to feilin, yəni 3-cü formasını qoyuruq sadə formada. Məchul növdə isə bir dənə ortasına əlavə edəcəyik been. Yəni, bitmiş zamanda məchulda mütləq been hissəciyini görməliyik. 15-ci sualda what do you grow in this plantation? Aha, bu plantasiyada deyirsən nə becərirsən? Yenə sual verib biz cavabı məchulda tapmalıyıq. Do görürüksə bu dəfə dedik nə axtaracağıq? Məsələn, am, is, are. Bunları axtarmalıyıq cümlədə. Və was olan atırıq, has atırıq. Başqa nə var? Will-in özünlə başlamaz, yəni mübtədanın özünlə başlamırıq ki, yəni biz çay becəririk, çay becərilir olmalıdır da, elə deyilmi? Deməli, tea becərilir desəm, is grown olacaq. Bu strukturlarda var, elə C variantında var. Məsələn, A variantında been olmaz edik, ona görə tulluyuruq. Bir dənə cavabımız qalır C variantı. 16-cı sualda who called you in the park last night? Aha, indi sualın özünü verib həmin sualı məchula çevirməliyik. Ümumiyyətlə, mübtədaya sual verəndə, belə deyək, kim tərəfindən sualını verəndə, who ilə başlanan cümlələrdə ya who by ilə sual verəcəyik. Who by ya da by whom. Yəni, ikisinin də mənası eynidir. Sadəcə biri, belə deyək, who ilə by bir-birindən ayrılmalıdır, by whom isə yanaşı işlənir. Və burada nə axtarırıq yenə? Cümlənin zamanına fikir veririk. Called keçmiş zamanda olduğu üçün tamamlığımız da you'dur. Deməli, biz burada were axtarmalıyıq. İndi olacaq necə? Who were you called? Ya da by whom were you called? Bu formada olmalıdır. Görürük ki, A variantında were və called yanaşı işlənib olmaz. Sual cümləsində bunlar mütləq bir-birindən ayrılmalıdır. Yanaşı işlənməz. A-nı atırıq. By whom you were, yenə were əvvələ keçməlidir. B-ni atırıq. Who were, ümumiyyətlə uyğun deyil. Yəni, burada been olduğu üçün. D variantında who was called yenə yanaşı işlənib, həm də you-dan söhbət getdiyi üçün were olmalıdır, atırıq. Who were you called by? Bax, eynən bu strukturdur. Who by düsturunu yerinə qoyub. Who-nu əvvəl atıb, were-ni əvvələ keçirib mübtədadan sonra da participle, yəni bir-birindən ayrılıb. Ona görə Y variantımız